Bir səs yüksəldi əbədi səmalardan. Sonsuz bir çağırış, sönməyən bir nur. Hər kəsin qəlbinə toxunacaq bir kəlam. Quran sözlərin deyil, həqiqətlərin kitabıdır. O yalnız bir mətin deyil, bəşəriyyətin ən qaranlıq anlarında işıq saçan bir rəhbərdir. O, könülləri isidən bir mərhəmət, zəkaları oyadan bir hikmət, insanı dirildən bir ruhdur. Bu mübarək bir Ramazan gecəsində, Quran ayında, Quran və onun hikmətləri barədə düşünəcək, onun insan həyatına təsirini araşdıracaq və ruhumuza bir pəncərə açacaq. Studiyamızın qonağı isə çox dəyərli ilahiyyatçımız Hafiz Xatəm Dəmirovdur. Xatəm müəllimlə mövzumuzu müzakirə etmədən əvvəl gözəl bir Qurani Kərim tilavəti dinləyək, ondan sonra verilişimizə davam edək. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم أقم الصلاة لدلوك الشمس إلى غسق الليل وقرآن الفجر إن قرآن الفجر كان مشهودا ومن الليل فتهجد به نافلة لك عسى أن يبعثك ربك مقاما محمودا وقل رب أدخلني مدخل صدق وأخرجني مخرج صدق واجعل لي من لدنك سلطانا نصيرا وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا وننزل من القرآن ما هو شفاء ورحمة للمؤمنين ولا يزيد الظالمين إلا خسارا وإذا أنعمنا على الإنسان أعرض ونأى بجانبه وإذا مسه الشر كان يئوسا قل كل يعمل على شاكلته فربكم أعلم بمن هو أهدى سبيلا صدق الله العظيم.
Bəli əziz izləyicilərimiz, qeyd etdiyimiz kimi bugün biz Quran ayı olan Ramazan ayında Qurani Kərim, Qurani Kərimin ecazı və fəziləti haqqında danışacağıq. Xatəm müəllim, xoş gördük sizi studiyamızda. Ramazan ayınız mübarək olsun. Bu gözəl gündə, bu gözəl gecədə xoş gördük sizi. Xoş gördük Yeldan müəllim. Əvvəlcə dəvətiniz üçün təşəkkür edirəm. İzləyiciləri salamlayıram mən də. Bu Ramazanın bütün dünya üçün sülh, əmin-amanlıq, xeyir, bərəkət gətirməsini uca Allahdan niyaz edirəm. Çox sağ olun, var olun. Xatəm müəllim, qeyd etdiyimiz kimi Ramazan ayı eyni zamanda Quran ayıdır. Qurani Kərimin nazil olduğu, Qurani Kərimin nazil olunmağa başladığı bir aydır. Bu ayda Qurani Kərimin fəziləti, Qurani Kərimin eyni zamanda ecazı, Qurani Kərimin fərqliliyi. Bu mövzulara müzakirə etmək istərdik sizinlə. Siz eyni zamanda həm bir hafiz, həm də Qurani Kərimi araşdıran, Qurani Kərimin ecazı və oradakı ədəbi mükəmməlliyi araşdıran bir mütəxəssisiz. Elə Qurani Kərimin fərqliliyindən, Qurani Kərimin həm ədəbi üslubda, həm də ki, bədii üslubda mükəmməlliyindən başlayaq. Bəli, çox sağ olun Yeldan müəllim. Burada ecaz kəlməsi üzərində biraz duraq öncəliklə. Ecaz kəlməsi kök etibarilə acəzə kökündən türəmiş bir sözdür. Yəni aciz buraxmaq mənasına gəlir və eyni zamanda möcüzə kəlməsi də bu eyni kökdən gəlir. Gücü yetməmək, bir şeyi edə bilməmək mənalarına gəlir. Və təbii ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin peyğəmbərliyini inkar edənlər Qurani Kərimin bir ilahi bir söz olmadığını, bir bəşər sözü olduğunu iddia edirdilər və bunu qəbul etmək istəmirdilər Qurani Kərim nazil olduğu dövrdə və buna qarşı bir bəşər sözü olduğunu və öncəki qövmlərə məxsus bir əhvalatlar, hekayələr bütünü olduğunu dilə gətirirdilər və bunlar da Qurani Kərimdə ayrıca qeyd edilmişdir. Məsələn, Ənfal surəsində Əstəğfirullah "Ləv nəşəu ləqulnə mislə həzə" deyə inkarcıların dilindən belə bir ayət var. Yəni biz istəsək bu sözün eynisini, bu sözə bənzər bir şeylər söyləyərik deyə iddia edirlər və eyni zamanda bu ayətin davamında "İn həzə illə əsatirul əvvəlin" deyə davam edir ayət. Yəni bu həqiqətən öncəkilərdən uydurulan bir hekayələrdir, öncəkilərin Əsatirlərdir. bu həqiqətən öncəkilərdən uydurulmuş hekayələrdir, əfsanələrdir deyə ayət kərimədə buyurulmaqdadır. Və buna qarşılıq olaraq isə Allah-u Teala o inkarcılara təhaddi ayətləri dediyimiz meydan oxuma ayətlərini indirmişdir. Yəni bu meydan oxuma ayətləri nələrdir? Madəm ki, inkarcılar sizlər Allahın sözlərini inkar edirsiniz, onları bir bəşərə aid edirsiniz, o zaman ona bənzər, onun kimi sözlər gətirin deyə bir meydan oxuma var, açıq bir çağırış var. Və burada da təbii ki, ilk başda o kitabın, yəni Quranın bir bənzərinin gətirilməsi istənilir və daha sonraki ayətlərdə bütününü deyil, sadəcə 10 surə gətirilməsi istənilir. Və bu da mümkün olmadığı görülüncə sadəcə və sadəcə bir surə və bildiyimiz kimi hərflərin sayı etibarilə Qurani Kərimdə ən qısa surə Kövsər surəsidir və yəni Kövsər surəsi qədər bunun bir bənzərini gətirməkdən belə aciz qalmışdılar. Və dolayısıyla termin olaraq da İcazul Quran dediyimiz Quranın ecazı Qurani Kərimin sahib olduğu üstün dil və möhtəva, yəni məzmun xüsusiyyətləri baxımından bir bənzərinin gətirilə bilməməsi, bir bənzərinin meydana çıxarıla bilməməsini ifadə edən bir termindir. Və Qurani Kərimin ecazı bir çox nöqtələrdən ələ ala bilərik. Bunlardan birincisi sizin də buyurduğunuz kimi ədəbi yöndən ecazıdır və başqa bir yönlərdə möhtəva ecazı var ki, yəni məzmun ecazı Qurani Kərimin 23 ildə parça-parça
endirildiyini, baş verən hadisələrlə əlaqəli bir şəkildə endirildiyini və bu belə olduğu halda Qurani-Kərimin ayətləri arasında bir-birinə zidd olan, bir-birinə təzadlıq təşkil edən heç bir ayət yoxdur. Yəni düşünün 23 ildə söylənmiş, 23 ildə bir araya gətirilmiş bir kitab və bir-birinə ziddiyyət təşkil edən içərisində heç bir cümlə yoxdur. Bu da Qurani-Kərimin bir ecazıdır. Yəni qarşısındakı müxatablarını aciz buraxan bir yönüdür. Eyni zamanda Qurani-Kərimdə qaybi xəbərlərin olması da Qurani-Kərimin bir ecaz yönünü əks etdirir. Bu da 3 yöndən ələ ala bilərik. 1. Qurani-Kərimin keçmişə dair xəbərlərin, məlumatların verilməsi, yaradılışla bağlı peyğəmbərlərin, öncəki qövmlərin xəbərlərini çatdırması. Bir digəri isə ana dair, yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin yaşadığı dönəmə dair bəzi xəbərlərin Peyğəmbərimizə verilməsi və gələcəyə dair qaybi bilgilərin Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə verilməsi və Qurani-Kərimdə bu xəbərlərə yer verilmişdir. Bunlar da Qurani-Kərimin ecaz yönünü əks etdirir. Ədəbi ecaza gəldikdə isə ədəbi ecaz az öncə də vurğuladığımız kimi Qurani-Kərimin yüksək bir dil və ədəbi üslubuna işarə edir. Qurani-Kərimin endiyi ortama baxmaq lazımdır bunu daha yaxşı anlamaq üçün. Çünki Qurani-Kərim endiyi ortamda sıradan insanlar və ya ədəbiyyatla, dillə bir əlaqəsi olmayan insanlar yaşamırdı o dönəmdə. Qurani-Kərimin nazil olduğu dönəmdə şeirin, ədəbiyyatın ən yüksək nöqtədə olduğu dönəm idi. Və ədiblərin belə desək, şeirləri ilə savaşları başladıb, savaşları bitirdiyi bir dönəm idi həmin dönəm. Və belə bir dönəmdə Qurani-Kərim nazil olmağa başlamış və qarşındakı o müxatablarına, o ədiblərə, o söz sənətkarlarına meydan oxumuşdur. Və beləliklə ədəbi ecaz dediyimizdə Qurani-Kərim həqiqətən də bir dil möcüzəsidir. Yəni ərəb dili və ədəbiyyatının bütün incəliklərini, bütün ədəbi təsvir vasitələrini, dilin bütün qaydalarını ən üstün şəkildə və çox mahircə, ustaca bir şəkildə Qurani-Kərim istifadə etmişdir. Qurani-Kərimin ecazından danışdıq. Həm ədəbi formada, həm ehtiva, mövzu nöqteyi nəzərindən, eyni zamanda 23 il içərisində baş verən hadisələrə uyğun şəkildə nazil edilmiş ayələr və bu ayələr həm mövzu olaraq, həm də ədəbi olaraq qeyd etdiyimiz o dövrü də və dövrün tələblərini də nəzərə alsaq, orada bir sözün həqiqi mənasında Qurani-Kərimin bir möcüzəsi, ecazkar bir möcüzəsi ortaya çıxmış olur ki, yəni o ədiblər belə Qurani-Kərimin ayələri qarşısında aciz qalmağa məcbur olurlar. Burada maraqlı bir sual ortaya çıxır. Yəni Qurani-Kərim bu ecazla birlikdə Qurani-Kərimdə Allah-u Teala ən çox öz bəndələrinə hansı mövzular üzərində daha çox düşünməyi, hansı mövzular daha çox Qurani-Kərimdə insanlara çatdırılır. Yəni burada həm əxlaqi nöqteyi nəzərdən, həm hökmi nöqteyi nəzərdən hansı mövzular daha çox insanlara təkrar olunur və bu təkrar vasitəsilə də insanlara dərk edilməsi aşılanır. Bu mövzularda biraz sizin fikriniz maraqlı olardı. Öncəliklə bunu söyləmək lazımdır ki, Qurani-Kərim bir elm kitabı deyil. Yəni müəyyən bir elmi məlumatları insanlara çatdıran bir elm kitabı deyil. Və Qurani-Kərimin ümumi baxdığımızda əsas məqsədinin hidayət, islah və istiqamət olduğunu görürük. Yəni insanlara yol göstərmək, insanları doğruya yönləndirmək, yollarını işıqlandırmaq, doğru düşünmələrini sağlamaq və onları maarifləndirmək. Yəni əsas məqsəd Qurani-Kərimin ümumi çərçivədə baxdığımızda əsas məqsədi bunlardır. Və bunun yanında təbii ki, Qurani-Kərimin ən çox yer verdiyi əsas ana mövzuları vardır ki, bunlar Qurani-Kərimdə çox işlənməkdədir, çox ələ alınmaqdadır. Bunların başında inanc mövzusu gəlir, iman mövzusu gəlir və bu təbiidir ki, dinin əsas təməli, əsas məqsədi ilk başda imandır.
Və burada Qurani-Kərimə baxdığımızda Allahın varlığı, birliyi, onun isimləri, sifətləri və ümumiyyətlə tövhid prinsipi çox detaylı bir şəkildə və dəlilləri ilə bərabər işlənmişdir, ələ alınmışdır. Və bildiyiniz kimi Qurani-Kərim Məkkə və Mədinə dönəmlərinə ayrılır. Adətən Məkkə dönəmində dinin inşası daha çox büruzə verir və burada iman məsələləri, inancla bağlı məsələlər daha çox ön plana çıxarılır. Bundan əlavə daha çox Qurani-Kərimdə yer verilən mövzulardan birisi ibadət mövzusudur. İbadət mövzusuna biraz daha detaylı icazənizlə baxmaq istəyirik. İbadət dedikdə ibadət məfhumu bizlər daha çox ibadəti bir növ namaz qılmaq, oruç tutmaq, qurban kəsmək, bəlli bir məhdudiyyətdə, bəlli bir çərçivədə görürük. Ancaq ibadət məfhumu daha geniş mənaları ifadə edən bir termindir, bir məfhumdur. Yəni ibadət dediyimizdə bunu qısaca belə ifadə edə bilərik. Allahın rızasına uyğun olaraq, yəni başqa heç bir məqsəd, başqa heç bir fikir, düşüncə güdmədən sadəcə və sadəcə Allahın rızasını gözləyərək etdiyimiz bütün hal, hərəkət, bütün işlərimiz əslində ibadət sayılır. Və bu baxımdan bizlər əgər kiçik bir düşüncəmiz belə Allahın rızasına uyğundursa, biz orada ibadət etmiş oluruq. Və ya bir insanlara yaxşılıq etsək və buradan gözləntimiz sadəcə Allahın rızasını qazanmaqdırsa, bu da bir ibadətdir. Burada məsələn insanları maarifləndirmək, insanlara dəyərlərini xatırlatmaq, dəyərlərini yaşatmaq üçün etdiyiniz işlər Allah rızası üçün olduğu zaman bir ibadətdir. Yəni ona görə ibadət bir növ Qurani-Kərimdə də buyurulduğu kimi mən insanları və cinləri yalnız mənə ibadət etsinlər deyə yaratdım. Yəni insanların bütün həyatı, bütün hərəkətləri, bütün halları ibadət üzərinə olması lazımdır. Və buradan da insanın hər zaman Rəbbinə qulluq içərisində olmasıdır cümləsini daha yaxşı anlamış oluruq ki, yəni hər halı ilə Rəbbinə yönəlir, hər düşüncəsində Allahın rızasını gözləyir, hər hərəkətində Allahın rızasını gözləyir və bu şəkildə hər anı ibadət içərisində olur. Bunun xaricində yenə Qurani-Kərimin əsas mövzuları arasında peyğəmbərlərin qissələri, öncəki qövmlərlə bağlı qissələrə daha çox yer verilir. Hansı ki bunlar insanların ibrət alması üçün, onlardan əxlaqi normativləri götürmələri üçün Qurani-Kərimdə çoxca zikr edilmişdir, çoxca keçməkdədir. Və ayrıca olaraq əxlaq prinsiplərinə detallı bir şəkildə Qurani-Kərimdə yer verilmişdir. Qurani-Kərimdə ən çox yer alan ayətlər dua ayətləridir. Bunlar peyğəmbərlərin dillərindən ümmətlərinə öyrədilən dualar və Allah-u Teala'nın qullarına, insanlara öyrətdiyi dualar ki, bunlar da Qurani-Kərimdə çoxca zikr edilən, çox keçən mövzular arasında yer alır. Deməli, belə xülasə etmiş olsaq, Xatır müəllim, qeyd etdiniz ki, Qurani-Kərimdə ən çox iman, inanc, ibadət və keçmiş ümmətlərin başına gələn o hadisələr və rəvayətlərlə bağlı bəzi ayələrdir ki, ən çox önə çıxan, belə deyək, vurğulanan mövzular bunlardır. Qurani-Kərimə münasibətə baxmağa çalışmaq istəyirəm. Burada Qurani-Kərimə münasibət əvvəlki dövrlərlə indiki dövr. Yəni Qurani-Kərimdə indi izləyicilərimiz baxır, görür ki, Qurani-Kərimin içində, möhtəvasında açdığı zaman ən çox hansı mövzularla qarşılaşacaq və orada sözün həqiqi mənasında özü üçün götürəcək dərslər var. Əvvəllər bizim böyüklərimiz, əvvəllər bizim belə deyək, ətrafımızda olan insanlar Qurana qarşı əslində bir sevginin, əslində bir hörmətin nəticəsi idi Qurani-Kərimi ən yüksək yerdə saxlamaq, Qurani-Kərimə toxunmamaq sözün həqiqi mənasında. Amma indi elə bir dövrdə yaşayırıq ki, artıq hər kəsin telefonuna belə bir tətbiq yükləyərək, bir application yükləyərək Qurani-Kərimin rahat bir şəkildə həm oxuya bilər, həm tərcüməsi ilə tanış ola bilər və yaxud da ərəbcəsini də oxuma imkanı var. Keçmiş dövrlərlə, yəni bizdən ən azı bir 20 il
öncəki dövrlə, indiki dövrdə Qurani-Kərimə qarşı münasibəti necə dəyərləndirirsiniz? Təbii ki, sizin də vurğuladığınız kimi Eldar müəllim, öncəki dönəmlərlə günümüzü müqayisə etdiyimizdə arada çox böyük fərqlər olduğunu, Qurani-Kərim baxımından əl aldığımızda çox böyük fərqlər olduğunu bir bariz şəkildə görürük. Keçmişdə anlatılanlardan, eşitdiklərimizdən Qurani-Kərimə əlçatanlığının çətin olması, Qurani-Kərim ümumiyyətlə kitab olaraq Qurani-Kərimin çox az sayda olması, demək olar ki, yalnız bəzi yerlərdə olması, evlərdə Qurani-Kərimin olmaması, məscidlərdə tək-tük Quranlara rast gəlinirdi və belə bir çətin dönəmdən keçmiş bir xalq olaraq, özəlliklə bizim xalqımız tərəfindən baxdığımızda, bu gün gəldiyimiz nöqtədə Qurani-Kərimin çox yaygınlaşdığını, sürətlə sizin də dediyiniz kimi texnologiyanın sürətlə inkişafı nəticəsində artıq hər kəsin üzərində, belə desək, bir Qurani-Kərim vardır artıq. İstər bu telefonumuzda olsun, istər digər texnoloji vasitələrimizdə olsun. Artıq Qurani-Kərim çox bir əlçatandır. Qurani-Kərim bizimlə, belə deyək, hər yerdə bizimlə bir Quran vardır. Bu nöqtədən baxanda keçmişdə təbii ki, dediyimiz kimi Qurani-Kərim yox idi, əlçatan deyildi və Qurani-Kərimə bu baxımdan biraz daha hörmət, sayğı daha yüksək idi. Halbuki Qurani-Kərimin oxunması, Qurani-Kərimin mənasının başa düşülməsi, anlaşılması, bizim təfsir kitablarının çox az olması, bəlli bu sahə ilə məşğul olan insanların əlində olması, digər insanların Qurani-Kərimdən bixəbər olmasını, digər insanların sadəcə Qurani-Kərimin varlığı ilə yetinmələri, bir Quran kitabının olduğunu sadəcə bilmələri mövzu bahisi idi. Ancaq günümüzdə Qurani-Kərimin bu əlçatanlığı, yaygınlaşması, bunu bir fürsət halına gətirməyimiz lazımdır. Bunu artıq öyrənmək üçün, Qurani-Kərimi anlamaq üçün, Qurani-Kərimin bir ilahi mesaj olduğunu bilirik. Ancaq bu ilahi mesajın içinin nə olduğunu, möhtəvasının, məzmununun nə olduğunu bilməyimiz, anlamağımız üçün günümüzdəki bu vasitələrdən də istifadə edib Qurani-Kərimi oxumalı, öyrənməliyik və həyatımızda tətbiq etməyə çalışmalıyıq. Ramazan ayı içərisindəyik. Ramazan ayı da əslində Quranı öyrənmək, Quranı oxumaq, anlamaq üçün bir fürsətdir. Quranla həmhal olmaq üçün bir fürsətdir. Ramazan ayında çox insanlar pis vərdişlərini tərk edir və onlar yaxşı əməllərə, yaxşı işlərə istiqamətlənirlər. Ətrafımızda da çoxdur elə insanlar, məsələn, il boyu namaz qılmır və yaxud da hər hansı başqa ibadətləri icra etmirlər, amma Ramazan ayı gəldiyi zaman oruç tuturlar. Bu özü də Ramazana, Ramazan orucuna olan bir hörmətdir. Ən çox gələn suallardan biri də mən namaz qılmıram, mən digər ibadətləri yerinə yetirmirəm, amma oruç tuta bilərəmmi? Əlbəttə ki, buna cavabımız müsbətdir. Mütləq şəkildə oruç tutmaq lazımdır və bu oruc, bu Ramazan ayı vəsilə olar ki, sən Ramazan ayından sonra, Ramazan ayının içərisində öyrəndiyin o namazla davam edərsən. Bu mənada bu Ramazan ayında Quran öyrənən, Quran oxumağı öyrənməyə can atan və ya namaz qılmağa başlayan insanlar var. Bunu bir vəsilə bilərək, bunu bir fürsət bilərək. Bu insanların da ən çox çətinlik çəkdikləri məsələlərdən biri də qısa surələrin belə əzbərlənməsində çətinlik çəkmələridir. Məsələn, siz də hafizsiz, Qurani-Kərimi başından sonuna qədər əzbərləmisiniz. Mən istəyərdim ki, izləyicilərimizə siz bu Ramazan ayında bəzi metodlar verəsiniz, bəzi xüsusi metodlardan istifadə etsinlər. Bunlar günün hansı saatında və gündə hansı formada, hansı şəkildə o ayələri və ya surələri əzbərləyib namazlarında oxuyacaqları, ən azından qısa surələri və ya namaz surələrini, bəlkə də izləyicilərimizdən hafiz olmaq istəyənlər var. Onun da bir neçə xüsuslarını desəz,
Hesab edirəm ki, izləyicilərimiz üçün də maraqlı olar. Bəli, buyurduğunuz kimi əslində Ramazan ayı bizim bəzi davranışlarımızı həyat tərzinə çevirmək üçün yetərli bir müddətdir. Və burada yəni özəlliklə bir ay olması bəzi davranışlarımızı, ibadətlərimizi, dediyiniz kimi Quran oxumağımızı bir həyat tərzinə çevirmək və bunu Ramazandan sonra da davam etdirmək üçün yetərli bir müddətdir, bir ay müddəti. Burada təbii ki, bəzi nöqtələrə diqqət etmək olar Qurani-Kərimin əzbərlənməsi baxımından. Burada özəlliklə səhər vaxtlarında, deyək ki, sahura qalxdıqdan sonra sahurumuzu etdik, namazımızı qıldıq. Bundan sonra özümüzə bir vaxt ayıraraq, 1 saat, yarım saat artıq hər kəsin özünə uyğun olaraq o saatda daha çox oxumağa diqqət yetirməsi daha qalıcı, daha hafizəsinin açıq olduğu bir vaxtlardır, səhər vaxtları. Və eyni zamanda üzündən daha çox oxuyaraq, əzbərləyəcəyi surəni 10 dəfə, 15 dəfə, 20 dəfə üzündən oxuyaraq onu tam əzbərləyəcək hala gətirdikdən sonra artıq əzbərləyə bilər. Və burada əzbərləmə metodları olaraq bir çox metod mövcuddur. Başdan sona ayət-ayət tək-tək əzbərləmə metodu var. Surəni əgər böyükdürsə hissələrə ayıraraq əzbərləyib sonra əzbərlənmiş o hissələri birləşdirmə metodu var. Bunu artıq insanlarımız özlərinə uyğun hansı gəlirsə, hansını daha rahat hiss edirsə, özünə uyğun görürsə, o metodlardan istifadə edərək Qurani-Kərimi əzbərləyə bilər. Burada belə bir cümlə qurmaq istəyərəm. Ramazansız Quran və Quransız Ramazan düşünə bilməz. Çünki bu nə deməkdir? Qurani-Kərim Ramazan ayında endirildi və Ramazan ayı 11 ayın sultanı oldu. Ramazan ayı bir digər aylardan seçildi, fərqləndi və eyni zamanda Ramazansız Quran dediyimizdə də, yəni o Ramazan olmasın ki, biz Qurani-Kərimlə bir ünsiyyət içərisində olaq, Qurani-Kərimlə bir əlaqədə olaq. Bu baxımdan Ramazanın bir fürsət ayı olduğunu, Ramazanın rəhmət ayı olduğunu, məğfirət ayı olduğunu bilirik. Sadəcə oruç tutmaqla Ramazan ayını keçirtmək bu ayın fürsətini əslində qaçırmış sayılırıq. Oruc ibadətinin yanında digər gözəl işlər, gözəl əməllərə də yer verilməlidir. Məsələn, sədəqə vermək, imkanımızın çatdığı ölçüdə, yaxşı işlər görmək, insanlara yaxşılıq etmək, zəngin insanların zəkatını bu ayda verməsi daha çox savablıdır. Ümrə ziyarətinin edilməsi, bunların hamısı Ramazan ayının daha çox fəzilətli bir ay olmasından dolayı bu ayda edilir bu ibadətlər. Və bunun yanında təbii ki, ən əsası da Qurani-Kərimlə olan bağımızı artırmağımız lazımdır bu ayda. Dediyimiz kimi Qurani-Kərim sadəcə Ramazan ayını adını zikr edir və onun Qurani-Kərimdə sadəcə adı keçən ay Ramazan ayıdır. Yəni Ramazan ayının adı zikr edilir və onun dəyəri vurğulanır Qurani-Kərimdə. Buna görə də biz Ramazan ayını bir fürsət bilməliyik və Quranla olan bağımızı daha çox artırmağımız lazımdır. Ərəb dilini bilənlər ərəbcəsini oxumalıdır. Bilməyənlər oxumağa, ərəb dilini öyrənməyə, hərfləri öyrənməyə səy göstərməlidir. Buna imkanı, gücü yetməyənlər ən azından tərcümələri üzərindən Allahın kəlamı ilə olan bağlarını gücləndirməlidirlər. Və Qurani-Kərimlə olan bağımız necə olmalıdır deyə bir sual gələrsə, təbii ki, burada ilk öncə Qurani-Kərimi oxumaq əsasdır. Az öncə də dediyimiz kimi, ərəbcəsindən ya tərcüməsindən bunu oxumalıyıq. Sonra Qurani-Kərimi oxuduğumuz bu ayətlər üzərinə düşünməyimiz lazımdır. Allah bu ayətlərdə nə deyir, nə demək istəyir və bunu düşündükdən sonra onun mənasını anlamağa çalışmağımız lazımdır. Burada təbii ki, lazım gələrsə bəzi təfsirlərdən, Quran şərhlərindən istifadə edərək oxuduğumuz ayətlərin nə mənaya gəldiyini, Allah-u Teala'nın bizə nələri söylədiklərini
anlamağımız lazımdır. Bundan sonra isə həyatımızda tətbiq etməyimiz lazımdır bu ayətlərin. Bu ayələrin mənə söylədikləri nələrdir? Bu ayətlərin həyatımızda hansı dəyişikliklərə yol açacağına baxmamız lazımdır. Həyatımızda yaşamağımız lazımdır. Və son olaraq isə həyatımızda tətbiq etdikdən sonra, o ayətləri bir həyat tərzinə çevirdikdən sonra digərlərinə də bunları söyləmək, Allahın mesajından, ilahi kəlamdan xəbərdar olmalarına vəsilə olmaq lazımdır. Belə demək mümkündürsə, Xatəm müəllim, siz qeyd elədiniz ki, Qurani Kərimi ilk olaraq oxumaq, daha sonra anlamaq, daha sonra anladığını dərk etmək, dərk etdiyini yaşamaq, yaşadığını da o xoş hiss elədiyin şeyləri də başqaları ilə bölüşmək və onların da o xoşbəxtliyi yaşamasına səbəb olmaq lazımdır. Allah hər birimizə bu Ramazan ayında Quranla ünsiyyətini möhkəmləndirən bəndələrindən eləsin hər birimizi. Bir daha həm özümüz, həm izləyicilərimiz adından sizə öz təşəkkürümüzü bildiririk. Öz dəyərli vaxtınızı bizimlə bərabər keçirdiniz, dəyərli fikirlərinizi bizimlə və izləyicilərimizlə paylaşdınız. Ramazan ayınız bir daha mübarək olsun. Allah tutduğunuz oruçları, etdiyiniz bütün ibadətləri öz uca dərgahında qəbul eləsin inşallah. Çox sağ olun Eldar müəllim. Mən də bütün izləyicilərimizin Ramazan ayını xeyirli və mübarək olmasını diləyirəm. Bəli, əziz izləyicilərimiz, növbəti bir Ramazanla diriliş proqramının sonuna gəldik. Bugün biz Quran və Quranın icazı, xüsusilə də Ramazan ayında Qurana qarşı olan münasibətimiz haqqında danışdıq. Studiyamızın da qonağı çox dəyərli ilahiyyatçımız Xatəm Dəmirov idi. Son olaraq, sözlər sona çatsa da həqiqət davam edir. Vaxt keçsə də nur sönmür. Çünki Quran zamanın fövqündə, əbədiyyətin qəlbindədir. Quran bir səslənişdir, bir dəvətdir, bir dönüş nöqtəsidir. O, bizi keçmişimizə baxmağa, bu günümüzü dərk etməyə və sabahımızı qurmağa səsləyir. O, qəlbi daşa dönənə mərhəmət, yolu azana bələdçi, qaranlıqda qalanlara bir çıraqdır. Həzrəti Mövlanənin də dediyi kimi, sən Quran oxuduqca, Quran da səni oxuyar. Oxumağa davam edək. Sağ olun, sağlıqla qalın. Gecəniz mübarək olsun. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Hayye alel-salah. حي على الصلاة حي على الفلاح حي على الفلاح. الله أكبر، الله أكبر.
أكبر لا إله إلا الله اللهم رب هذه الدعوة التامة والصلاة القائمة آت محمدا الوسيلة والفضيلة والدرجة الرفيعة العالية وابعثه مقاما محمودا الذي وعدته إنك لا تخلف الميعاد برحمتك يا أرحم الراحمين اللهم لك صمت وبك آمنت وعليك توكلت وعلى رزقك أفطرت Ya Rabbi, senin rızan için oruç tuttum, sana iman ettim, sana güvendim ve senin verdiğin ruzinle iftarımı ederim. Amin. Allah'ım, senin rızan için oruç tuttum, sana iman ettim, sana güvendim ve senin verdiğin ruzinle iftarımı ederim. İlahi ya Rabbi, oruçlarımızı makbul eyle, dualarımızı kabul eyle. Amin.